Mükəmməl bir imtahan nəticəsi ilə gəlmişik. Mənim aslanlarım yenə məni yanıltmadılar. Şükür ki, çəkdiyimiz əziyyətlərin qarşılığını görürük. Hələ ikinci şans var. Hədəfimiz 30-dur. İndi yoxlayaq. Baxaq gözəlimin neçə düzü var. Salam. Salam gözəlim. Baxaq neçə düz yazmışıq qızımla. Qızımın yazdıqlarını yoxlayırıq. 100, 200, 300, 400, 500, 600, 700, 800, 900, 1000, 1100, 1200, 1300, 1400, 1500, 1600, 1700, 1800, 2000, 2200, 2300, 2400, 2500, 2600. Bu başda bir dənə yanlış yazmışıq. 2800. Deməli, qızım bir dənə qapalı sualı yanlış yazıb. Bir dənə də uyğunlaşdırma suallarında birin yanlış yazdığı üçün sual tam yanlış hesablanacaq. Ətraflı sualların hamısını yazmışıq. Yəni 28 tam düzümüz var. Balımız təxminən 130 plus gələcək, 130-135 üzəri gələcək. Neçə düzlə başlamışdıq gözəlim? 19 düzlə. 19 düzlə başlamışıq və hal-hazırda 28 düzümüz var. Qızımla cəmi 2 aydır hazırlığa başlamışıq. Qısa müddətə nəticə olmaz deyənlər. Düzgün metodika ilə qısa müddətə nəticə mümkündür. Mən bunu edirəm. Əgər siz də ikinci şans qəbul imtahanına hazırlaşırsınız və balınız az gəlibsə birinci şansda, balınızı artıra bilərsiniz. Heç narahat olmayın, heç qorxmağa ehtiyac yoxdur. Layihə müəllimə burdadır. Düzgün metodika ilə bir aya balınızı xeyli artıra bilərsiniz. Ətraflı məlumat üçün mesaj bölməsinə yazın. Afərin gözəlimə. Videoların ardı gələcək. Səhifəmi izləmədə qalın.